Niyə görə əldən şorsan? Dəhşət, anam neylə doğuldu? Yəni bu insan artıq neçənci yüzüncüdür ki, dəqiqə bu sənədlərimi yaşdırım. Neçənci yüzüncü dəfədir ki, bu insan soğan çəkən maşınını pis günə qoyur. Reklam zat verir qızlar. Gidib hardan almışsan? Amma yaxşıydı. Elə ondan almışsan, neynisindən? Neçənci min dəfədən sonra kifayət, nəhayət bu soğan çəkən aparatını sındırmağı bacardı. Neynədin? Bax, neynədin? Nə pişirsən bizim üçün? Yaxşı, nə pişirsən bizim üçün? Dolma var. Yaprakları hazır. Boranı da eləyib, hər gün gündəlik olaraq bəylərə çoğunluqlu boranı, soku, kipiş çəkir verir. Yəni bu şərtdir, bəylərin həkimi yazıb, qanı aşağıdır. Və bu da eyni ilə bizim kipişin bazarlığı. Evdə hər gün tez bitən xiyarla pomidordur. Və yeni maşınımız var. Hoş gəlmişsən, gözəl. La həblə və la qüvvətə illə billah. Asya hissad olmasın, bax mən bəsi də. İnşallah kipi bu dəfə 4-cü, 5-ci dəfədə sındırmarsan. Ya Rəbbim, ya Rəsulullah. Sındırır alıram. Özə bir var sındıram, özüm gedəm alam. Sındırır, abis pul verərsən, başını sındırmışam. Eyb yox, canın sağ olsun, əsas canında bir şey olmasın, eyb yox. Sən bizim dəyərlimizsin, kipişok. Sən də mənim ürəyimsən.